Səhər oyananda ilk işim dişlərimi qulluq etməkdir. Özü də vaxta qədər silikon diş fırçasını işlətmişəm, amma bu dəfə belə bir fırça seçmişəm. Səhər yürüyüşə gedəcəm, ona görə özüm üçün ilk öncə kofe hazırlayım. Yürüyüşə getdiyimi unudub liftə daxil olurdum. Sonra dedim yox, gərək gəzim. Hava sərin, biraz da küləklidir. Qızlar, bunu niyə götürdüm? Kofe hazırladım. Çünki mən onu soyudub orada içənə qədər vaxtım gedəcəkdi. Bu istər kaynar kofeni, istər sərin suyu, istənilən bir içkini əgər sərin saxlamaq istəyirsənsə 6-7 saata qədər sərin, əgər isti saxlamaq istəyirsənsə 6-7 saata qədər isti saxlayır. Ona görə biraz gəzib sonra oturub kofemi içəcəm. Bizə binamıza Zəfər Parkı yaxındır. Zəfər Parkı da geniş meydançası olduğuna görə bura yaxın çox insan burada idman edir. Ona görə də mən də hər səhər ancaq bura yürüyüşə çıxıram. Həm bura sakit olur, həm də ki ağaclar, belə yaşıllıq daha insana səhər-səhər gözəl təsir edir. Xoşbəxt anlarını yaşayır itlər də səhər-səhər. Hazırlaşmışam. İlk öncə qızımı diş həkiminə aparacağım. Sonra yavaş-yavaş gedəcəm işə. Amma bugün yarım gün işləyəcəm. Sonra gedəcəm kəndə. Bugün maraqlı bir vlog ardını gətirəcəm. Gedək yavaş-yavaş. Apardım qızımı, gəldim yavaş-yavaş iş yerimə. Deməli, Xaçmazda məni izləyənlər varsa, Hacı Zeynalabdin Tağıyev küçəsi, yəni 1 nömrəli məktəb, 8 nömrəli məktəb küçəsi, icra hakimiyyətindən ta aşağıya gəlirsiniz. Burada bizim ofisimiz var. Fabrikin bütün məlumatlarını məndən öyrənə bilərsiniz. Bu dünənləri gəldiyim mal, bugün yenə də sifarişlər gəlməlidir. Bu ofisdə düzdür, biraz məhsul o qədər də çox deyil, çünki satışı mən heç sevmirəm. Yəni sınamaq üçün kimsə nəsə istəsə belə. Biraz dağınıqdır. Necə var, elə qoyub gitmişik axşam. İndi biraz buranı yığışdıracağım. Bu da ki, dərs dövhəm. Gəlin, öyrənin, qazanın. Öncə gedəcəyik, kənddə bizim uzaq qohumun hüzürü var. Oraya gedəcəyik. Ondan sonra evimizə gedəcəyik kənddə və orada ən əsas yaz ayında giciştkənlər olur. Onları birlikdə yığacağıq, qəşəng bir görək, ondan nə hazırlayacağıq. Sağ salamat. Çıxıram artıq yavaş-yavaş. Belə yavaş-yavaş gəldik, çatdıq yaşıllığa. Çox gözəl yaşıl olub. Hələ xəbərim yoxdur ki, bu qədər yaz gəlib. Bu bizim kəndimizin yanında olan kənddir. Kəndin adı düz Tahir Obadır. Ağaclar gül açıb. Maşınlar var həyətdə. Burada bir hardasa yarım saat üzrə gedəcəm. Oradan sonra çıxıb bizim evə gedəcəm. Bizim evlərimiz təmirdədir. Onları da çəkəcəm sizə. Ağacların gözəlliyinə baxın. Yavaş-yavaş gəldik, çatdıq bizim kəndimizə. Belə yavaş-yavaş çatdıq evimizə.
Burada da var belə gilas ağacı. Kəndə gəldiksə, təbii ki, samovar çayı qaynatmalıyıq. İlk öncə belə odun doğrayıb odqalayır, sonra neyinirik? Kömürdən, düzdür? Mən ömrü boyu bu samovar çayını qaynada bilməmişəm. Demək olar ki, 1-2 dəfə cəhd eləmişəm. Hardasa 2-3 saata güclə qaynatmışam. İndi görəcəyiz 5 dəqiqə olmayacaq, samovar qaynayacaq. Yol üstü həm şirin, həm də duzlu şura aldım. Bunlar şirindir. Mən şirin çox istəyirəm. Çayla qəşəng yeyəcəyik. Siz bu gözəlliyə baxın. Ən sevdiyim vaxt ağaclarda. Gilas ağaclarımızda qəşəng iri gilaslar olur. Gilas yetişəndə də çəkəcəm sizə. Gözəlim buradadır. Həyətlər hal-hazırda təmirdədir, baxmayın. Ora-bura təmir olunacaq hələ buralar. Amma aşağı otaqlar artıq demək olar təmir olundu. Çox bərbad vəziyyətdə idi, hələ təmir gedir. Kafel bu arada özüm seçmişəm, çox gözəldir. Bu bizim aşağı mətbəxtimiz olur, yayda gələndə oturmaq üçün. Bu da ki, qapı var idi, daha çıxartdıq, belə açıq saxladıq. Bura soyuq olanda odun peçi olacaq. Və buranı da belə hələ nəmdir, ona görə hələ iş görə bilmirik. Bax belə. Təmir eləmişik, bu kafel də təmizdir. Əslində buralar da təmizdir, sadəcə nəm olduğuna görə videoda elə çıxır. Yəni təzədir, yəni. Hətta patologu belə yeniləmişik. Bu arada onu qeyd edeyim, usta yoldaşımın özüdür. Burada da bizdə elə bil yuxarıda nəsə başqa bir şey var idi. Nə idi Allah onun adı? Yadıma gələndə deyərəm. Amma indi artıq düz patolog vurduq. Orxan müğənni olub. Bizim stolda qənd qabımıza baxın. Bunu da gəlin, gedək gecitkənləri yığaq. Buna bax. Ay Allah. Bunlar çox dadlı olur. İndi bax, bunları kəsib bir-bir təmizləyəcəm. Əlcəklərə baxmayın. Yadımdan çıxdı, gəldi. Kişi burada işləyib. Ona görə təmiz sementdir. Bulaşıq görərsiniz. Deyərsiniz ki, bu bulaşıqdır. Əlcək ilə gicitkən yığır. Belə bir qutuqa yığırıq. Belə qəşəng. Sonra da belə kəsirik. Sonra da bunu qəşəng xırda-xırda əli ilə doğrayıb, duzlayıb yeyəndə çox dadlı olur.
əlcəksiz. Bəlkə siz də eşidərsiniz. Əvvəllər biz balaca olanda bunlara biz deyirdik ləzgicə dana gülü, dana çük. Bunları əvvəl deyirdi ki, belə kəsəndə elə bil ki adam keçəl qalır. Biz də ona inanırdıq, deyirdik ki, yo, kəsmə, birdən keçəl qalarıq. Nə gözəllikdir, həqiqətən də gözəldir. Bu bizim əsas bağımızdır, həyətdə olan. Fındıq bağı çox böyüdü bizdə. Yenə də bu çıxdıya qabağıma. Nə istəyirsən? Əvvəl mən burada yaşayanda, burada bizim inəklərimiz var idi. Səhər-səhər o tərəfdə yolla gətirirdim. Sonra burada olur, günorta gəlirdim, aparırdım o tərəfə, arxa suya. Sonra təzdən gətirirdim bura. Axşamda evə. Yoldaşım da işdə olurdu, ustaydı. Hələ tam yaşıllaşmayıb buralar. Tut ağacları bax, hələ yaşıl olmayıb. Burada o vaxtı pomidor, xiyar əkirdik. İndi bax, burada da fındıq bağı olub. Bu da bizimdir. Hələ kişi doymayıb, yuxarıda da əkibi. O fındığın balaca gələnləri də bizimdir. Hava çox gözəldir. Həqiqətən də çox qəşəngdir. Bura indi niyə gəlmişəm onu deyim sizə. Biz doğğa eləyəndə nə deyirlər bula? Özünüz deyin. Purni. Nə deyirlər Azərbaycanca? Burada qəşəng, çox gözəl, qıpqırmızı, bəh. Purnilər olur. Azərbaycanca yorumlarda siz yazın. Baxın. Ne bunlardan biraz yığacağım. Bunları yığıb qurudanda qışda da qəşəng doğğa hazırlamaq olur. Qəşəng ləzgi çörəyi qısa. Dadlı. Sonra biraz gecikkenləri belə yudum. İndi qəşəng bu tarelkaya xırdalayacağım. Sonra duz əlavə eləyib yeyəcəm. Siz bu nə qədər dadlı olur. Qoyursan belə çörəyin arasına. Bəh. Belə dadlı olur. Yol üstü 2 dənə xərək çörəyi də götürdük. Pay verdilər bizə, sağ olsun. Yavaş-yavaş yola düşdük. Qaydırıq Qaçmaza.